Salam uşaqlar, deməli bugün sizdən bloka bir neçə qarşılıq testinin izahına baxmağa çalışacağıq. Birinci sualımızda deyilir ki, həm sadə, həm də düzəltmə zərbi işləndiyi cümlələri müəyyən edin. Qeyddə deyir ki, həyətdəki su quyusunun üstünü möhkəm bağlamışdır. Burada bir dənə zərb var, möhkəm, o da bu isə sadədir. Cavab lazımdır, həm sadə, həm də düzəltmə olur. Ona görə bir getdir. İnişil bura köçəndə, İnişil sadə zaman zərbi, bura sadə yer zərbi köçəndə ətrafda bir dənə də olsun ağac yox idi. Bu da getdi, ikisi də sadədir. Hələlik, ədəbi hələlik deməli düzəltmə zaman zərbi, onu az tanıyırdılar, az da sadə kəmiyyətdir, su götürür. Gözlərini köynəyinin qolu ilə silərək cəld ayağa qalxdı. Cəld qalxdı, sadədir. Düzəltmədə yox, düzdür. Sonra, türkcə düzəltmə, səlis danışanda səlis də sadə tərcəməsində. Bu uşaq hamıda maraq bırakmışdır. Cavabımız olur onda 3-dən 5. Hansı variant? B variant. B, bəli. Markin yoxdur, yaxındır. İkiyə baxaq. Oxunur da buraya. Hə? Deməli, həmciz üzvlərdən ixtisar oluna bilməz. İlgiymiş isə üzvləri ixtisar oluna bilər, uşaqlar. Olma bilər. Məsələn, mənim atam, anam, bacım yox. Var idi. Atam, anam, bacım, qardaşım var idi. O var idi onda, bax. Deyirsən, o mənim həm atam, həm anam, həm bacım, həm də qardaşım idi. Həm atam idi, həm bacım idi, həm də qardaşım idi. İdi, bir şey sayıda bilir. Sonra mən sürə şəkil hissələrini səriyyələrə nümunə. Kim deyər mi? Məndə şeir var idi, ağzımda. Nə? O hal şəkilsi. Məsələn, almanın heyvanı, almasının heyvasını narı görmür. Almasını, heyvasını narını. Burada hal şəkilsinin ixtisarına o nümunə deyə bilərik. Təhsili haldadır. Mənsubiyyətinə deyə bilərik. Ata, ana, bacı və qardaşım gəldi. Yəni, atam, anam, bacım və qardaşım gəldi. Mənsubiyyət deyə bilirik. Sonra, şəxs onluqları, niyə də onu deyə bilərik? O, mənim atam, anam, bacım, qardaşımdır. Atamdır, anamdır, bacımdır, qardaşımdır. Bu da ola bilir. Amma feilin şəkilçiləri, yəni əmirin, ağzının, nədim, vacibin, lazımın şəkilçisini ixtisar eləyə bilmir insan. Düzdür? Cavabımız olur, burada da var. Bunu yazmazsınız, çox əzbələ gəlmək. 4-də bir uyğunsuzluğu müəyyən elə. Zərfin zərflik rolunda etdiyi cümlədir. Təyin söz etməsi ilə ifadə olunduğu cümlədir. Tərkibində suala cavab vermədən cümlə üzvü olan sözün işləndiyi cümlədir. Deməli, xəbəri olan kimi yuxarını hazırlamağa başladır. Bizə nə lazım? Təyin söz etməsi, zərfliyin, zərfliyi. Burada zərfliyi var. Yuxarını, amma hansı cümlədir? Təmizləməyə başladır haranı. Haranı da hansı cümlədir ifadır? Tamamlığın. Ona görə bu hansı variantı gedəcək? Xəbəri olan kimi hazırlamağa. Bu heç birinə gedir. Burada təyin söz bölməsinin ifadə olunduğu məqamda yoxdur. Suala cavab vermədən cümlə üzvü olan məqamdır. Dil boğazda qoymayan uşaq nəhayət sustu. Burada sustu kim uşaq hansı dil boğazda qoymayan. Burada təyin nəylə ifadə olunur? Söz bölməsinin yəni. Düzdür. Bu gedir onda 2-yə. 2-yə gedir B. Niyə? Niyə getmir? Frazeoloji birləşməli onda bir boğazı qoymaq, ona görə olur. Yaxşı, olmur. Səhvliyirlər. Buralar indi cənnətə çevrilir. İndi zaman zərfidir, həm də zaman zərfliyidir. Onda C gedir 1-ə. Düzdür? Həm o şey yazılır benim üstündə. Sıradan. Sonra nə görür? Təmir etdiyimiz binaları niyə təhvil vermirsiniz?
burada niyə sual əvəzliyidir? Sual əvəzliklərində predikativ sözlər suala cavab vermədən cümləli ola bilir. Bu da gedir 3-ə. Hə? Bura. Hamısı bizim seçdiyimiz suallardır. Nədir suallardır? Hansı suallar? Bizim seçdiyimiz. Burada da təyin, ismi birləşmə ifadə olunur, söz birləşməsi ifadə olunur. Bu da gedir 2-yə. E-yə. 1-ə C, 2-yə E, 3-ə C. C variantı. Bu. Sonra 3-cü sual. Xəbəri aşağıdakı hansı sözlə ifadə olunan bir dəqiqə. Deməli, xəbəri aşağıdakı hansı sözlə ifadə olunan cümlə müəyyən şəxsli cümlə yaradır. İndi bu variantdakı sözlərin hansının əvvəlinə Samir, mübtədanın sualına cavab verə bilən söz artıra biliriksə, mübtəda artıra biliriksə, cavab olacaq. Bax, diqqət yetiriləcəyi ilə mən bir dənə söz artırarım. İşlərə. İşə olsun. İşə diqqət yetiriləcək. İşə də hansı cümlədə olur? Tamamı, olmadı. Sonra toydur. Məsələn, küçədə toydur, məhəllədə toydur, harada? Bu da olmadı, mübtədanın sualı. Əməl edilir. Dediklərimizə, qaydalara, dediklərimizə nəyə? Bu da olmadı, mübtədanın sualı. Sonra nədir bu? Ağlı başına gəldi. Nə qoymuyor əvvəlin mübtədanın sualı? Onun ağlı başına gəldi, əminin ağlı başına gəldi, nə bilim, qonşumuzun ağlı başına gəldi, bu da olmur. Bunun ardından ancaq yari halda olan da dartabilir, o da müstəqil cümlədə olmuyor ümumiyyətlə. Əhatə olundu ama əvvəlində söz qoyaq. Yerlər suyla əhatə olundu. Bəli, məsələ geniş əhatə olundu. Məsələ tam əhatə olundu. Əhatə olundu nə? Məsələ. Məsələ mübtədanın sualına cavab verə bildik, bəli. Deməli, cavabımız deyil, əhatə olundu. Sonra hansı qaldı? 5 qaldı. Hə. Bu cümləni isim takip təhlil eləməliyik, cümlə üzrədən ayırmalıyıq. Deməli, o, bu lal kütlənin hərəkətə gələndə sel kimi yolun üzərindəki hər şeyi yuyub aparacağını hiss edir. Burada oğlan sonra bildir, niyə vergül qoymamışam? Səhv eləmişəm, yoxsa səbəb nədir? Benim bir daha onsuz okuyayım ben. Bir daha onsuz okuyayım. Ya, Yaşa benim oyunum. yanlış öğretmeye bir şey yok ki. Biləm, o bulaq kütlənin hərəkət yerəndə sel kimi yol üzərindəki hər şeyi yuyub aparacağını hiss edir. Vergül düz qonşu dostlar. Qoyma deyil yəni vergül. O bu şöylesinden sonra əvəzi gələndə vergül qoyulur. Burada orada əvəzi gəlir. Nədən sonra nə gələndə? Şöylesinden sonra əvəzi gələndə vergül qoyulur. Ümumiyyətlə, o bundan sonra əvəzi gələndə. Yaxşı. İndi təhlil edək. Hiss edirdi, qulaq as bura. Xəbər. Kim hiss edirdi? O. Nə hiss edirdi? Bulaq kütlənin hərəkətə gələndə sel kimi yol üzərindəki hər şeyi yuyub aparacağını. Kütlənin, yox bir dəqiqə, hərəkətə gələndə sel kimi yol üzərindəki hər şeyi yuyub aparacağını. Kütlənin aparacağını, hə? Düzdür. Kütlənin aparacağını hiss. Bax, bu bir yerdə. Sözünə təni söz verməsin. Tamam, o arasındakı sözlərdə təbii ki, onun içində qaldı. Ayrıca cümlədə verkənməyəcək. Buradan bu tərəfə hamısı oldu tamamlıq. Bəli, hansı deməli lal, hansı lal bu?
Mübtada, təyin, tamamlı xəbər. Nəsə qalan bir şey var burada? Yox. Bu qədər gələn dəstəmizdə görüşmək.